Deməli uşaqlar, biz sizlə bugün keçirik Monqolların Azərbaycana yürüşləri 1-ci və 2-ci yürüş haqqında danışacağıq. Birinci gəlin qısa da olsa ümumi tarixdən keçirik deyə sadəcə bilək ki, 1206-cı ildə Mərkəzi Asiyanın şərqində Çingiz xan tərəfindən əsası qoyulur Monqol dövlətinin paytaxtı Qaraqorum şəhəridir. Və tez bir zamanda işğalçı yürüşlərlə başlayırlar. Məsələn 1206-cı ildə yaranırlar, amma 1207-ci ildən başlayırlar bunlar işğalçılıq yürüşlərinə. Çingiz xanın bir xarakteri var idi. Yürüş edərkən birinci növbədə kəşfiyyat xarakterli yürüşlər təşkil edirdi ki, bir gedim, bir baxım oranın psixologiyasına, nə bilim, yürüş üçün mənə əlverişli nələr varsa, sonra böyük yürüşlər təşkil edirdi. Elə məsələn Azərbaycana da Çingiz xanın göndərdiyi o yürüş baş verir Azərbaycanda 1220 və 1222-ci illərdə. Kim başçılıq eləyirdi? Soruşsam deyəcəksiniz ki, Cəbə və Sabutay. Hansı xarakteri daşıyırdı? Deyəsiniz, kəşfiyyat xarakteri daşıyırdı. Niyə kəşfiyyat? Biraz əvvəl də dedim. Gəlsinlər, görsünlər, görək varmı burada vahid dövlət? Varsa necə qarşılayırlar? Ümumiyyətcə buranın yolu, kənarı, müdafiəsi ilə bağlı məlumat alıb getsinlər. Yaxşı, bunlar gələrkən Azərbaycanda vahid dövlət var idimi? Yox. Ümumiyyətcə dövlət var idimi desəm deyəcəksiniz ki, bəli. Hansı dövlətlər var idi? Baxın, yadınızdanmı biz nə demişdik? Dedik ki, Azərbaycanda ilk yaranan feodal dövləti var idi, düzdürmü? Şirvanşahlar var. Güclüydü, deyildi. 861-dən 1538-ci ilə qədər mövcud olur. Ondan sonra var idi Eldənizlər dövləti. Eldənizlər 1136-cı ildə Atabəy Eldəniz tərəfindən əsası qoyulub. Güclüydümü? Deyildi. Daha sonra Marağada Rəvvadilər nəslindən olan kim var burada? Ağsunqurlər var. Baxın, 3 dövlət adı çəkdim. Üçündən heç biri Azərbaycanı qoruya biləcək gücdə deyildi. Üçündən heç biri müdafiə baxımından yaxşı deyildi. Pərakəndəlik hökm sürürdü. Monqollara ciddi müqavimət göstərə biləcək heç bir qüvvəmiz yox idi. Ona görə də Monqollar bu məsələləri göz önünə alır və 1220-ci ildə Azərbaycana yürüş təşkil edirlər. Baxaq, burada xəritə olmadığına görə keçid edək xəritə üzərində sizə bəzi məsələləri deyim. Deməli, uşaqlar, baxın, xəritə ilə bağlı. Birinci gəlirlər Zəncana. Qələmdən istifadə eləmirəm deyə buradan belə baxaq, Zəncan. Bundan sonra qalxırlar Ərdəbilə. Bundan sonra gəlirlər Səraba. Gördük Sərabı. Deməli, biraz da kənarlaşdırım görün. Zəncan, Ərdəbil və Sərab ərazilərini tutur. Gəlirlər birinci dəfə Təbrizə yürüş edirlər. 1220-ci ildə Təbrizi görürükmü? Bəli. Bu zaman kim idarə edirdi? Axı mən dedim Eldənizlər yaranmışdı da 1136-cı ildə. Təbriz sonuncu hökmdar Atabəy Özbək tərəfindən idarə olunurdu. Əslində möhkəm qalalara sahib idi, amma məsələn qoruya bilərdi, amma müdafiəsini təşkil edə bilməyəcəyini bilərək Özbək xərac verir. Özbək xərac verir və dağıntıdan şəhəri xilas edir. Birinci yürüşü bu cür göndərdi. Bundan sonra bunlar gəlirlər Muğan ərazisinə. Burada verilməyib təxminən bax bu ərazilərə. Gəlirlər Muğan ərazisinə. Yəqin ki, burada qışlamağa gəlirlər. Eşidirlər ki, Atabəy Özbək, bax bu Təbrizdən 4-cü Georgi ilə, yəni Gürcü çarı 4-cü Georgi ilə Monqollara qarşı hərbi ittifaq bağlamağa başlayırlar. Bağladılarmı dedim? Xeyr. Bağlamağa başlayırlar. O zaman Monqollar nə edəcəkdir? Monqollar tez bunun qarşısını almaq üçün bunları ayrı-ayrılıqda belə deyək də, icazə vermirlər ki, birləşsin. Ayrı-ayrıda qarşılayırlar və bu birləşmənin qarşısını alırlar. Ondan sonra, biraz əvvəl dedim, hardadır? Gürcüstandaydı, düzdürmü? İndi buradan yenidən gəlirlər Təbrizə. Artıq gördükmü? İkinci dəfə Təbrizə gəlirik. Təbrizi bu zaman Təbriz hakimi Şəmsəddin Tuğray, elə Təbrizin T hərfi ilə yadımızda saxlayırıq. Şəmsəddin Tuğray vardı. Şəhər hakimi idi, çox yaxşı bir hakim idi. Bu da Monqollara xərac verir və nəticədə Təbriz şəhəri yenə də dağıntıdan xilas olur. Bundan sonra bunlar gəlirlər Marağaya. Marağanı da xəritədə görək yerini, çünki tez-tez bizə xəritə istəyirlər. Baxın Marağaya. Təbrizi gördükmü? Bax Təbrizdədirlər hal-hazırda, düzdür? İndi Təbrizdən düşürlər Marağaya. Gəlirlər Marağaya.
Marağada dağıdırlar, tökürlər, nə bilim, əhaliyə divan tuturlar, yenidən qayıdırlar Təbrizə. Təbriz idi, düzdürmü? Gəldilər Marağaya, yenidən qayıtdılar hara? Yenidən qayıtdılar Təbrizə. Təbrizə artıq bunların 3-cü dəfə idi yürüş etdiyi. Neçənci dəfədir gördüm? 3-cü dəfə. Hanı Atabəy Özbək? Qaçdı Naxçıvana, sağ olsun, yaman yaxşı hökmdardır, tez getdi Naxçıvana. Şəmsəddin Tuğray müdafiəni təşkil edə bilir. Artıq şəhər də öz müdafiəsinə əmin olduğuna görə, əmin idi daha doğrusu, sadəcə olaraq xərac verirlər. Amma bu dəfədə də dağıntıdan xilas olunur. Bundan sonra artıq 3-cü dəfədir ki, biz dağıntıdan xilas olmuş bir Təbriz görürük. Bundan sonra nə olacaqdır? Monqollar gəlirlər, hara gəlirlər? Uşaqlar gəlirlər Ərdəbil şəhərinə. Varmı? Bəli, Ərdəbil şəhərinə gəlirlər. Ərdəbildə, bax, burada bir söz var, onu sizi çaşdırmasın. Ərdəbilə 3 dəfə yürüş etmirlər, ha. Ərdəbilə gəlirlər, tutaq ki, sərhədə 2 dəfə həmlə eləyirlər, tuta bilmirlər. 3-cü həmlədə artıq nə edirlər? Ərdəbil şəhərini tuturlar. Yaqut Əl-Həməvinin dediyinə görə, Ərdəbildə bütün kişiləri, bütün kişiləri qılıncdan keçirlər. Bunu da birazdan biz Şamaxıda da görürük deyə yadında saxlayın. Ərdəbil deyiriksə, hərfi, ərləri qılıncdan keçirlər. Ərdəbildə ərləri qılıncdan keçirlər. Ondan sonra, Ərdəbildən sonra gəlirlər hara? Gəlirlər Səraba, ondan sonra gəlirlər Naxçıvana. Sonra uşaqlar 1221-ci ilin payızında bunlar gəlirlər Beyləqan ərazisini tuturlar. Xəritəyə gedək. Deməli, hansı əraziyə gəlirlər? Biraz əvvəl nə dedim? Dedim ki, Sərab və Naxçıvanı dedik. Baxın, Naxçıvanı. Ondan sonra dedik, hara gəlirlər? Beyləqan ərazisinə gəlirlər. Beyləqan ərazisində tuturlar. Ondan sonra gedirlər uşaqlar Gəncə şəhərinə. Gəncəyə gəlirlər. Gəncəyə gələndə bu Gəncə o qədər gürcülərin hücumuna məruz qalıb ki, özünü müdafiə edə biləcək gücə sahibdir əslində. Möhkəm idi, qala divarlar falan var idi. Ona görə də Monqollar burada xərac almaqla kifayətlənib geriyə qayıdırlar. Baxaq bunu, gördükmü? Bəli, Gəncəni tutmurlar, geriyə qayıdırlar. Ondan sonra gəlirlər bunlar Şirvana. Şirvanı 1221-ci ildə doğrudan tuturlar, dağıdırlar. Şirvanda əhaliyə çox pis, amansız zülüm eləyirlər. Bax, Şamax ərazisi. Görürükmü? Şirvan, Şamax ərazisini görürük. Bəli, gəlirlər Şamaxını. Uşaqlar, burada nə edirik? Əgər Ərdəbildə sadəcə kişi əhalisinə divan tuturlarsa, artıq Şirvanda deyirik ki, bütün əhalini qılıncdan keçirirlər. Sonra gəlirlər Dərbəndə. O zaman Dərbənd ya da Şirvan hakimi 2 adda çıxartırsa qarşınızda. Burada Monqollar hiləyə əl atır. Güya ki, bu Dərbənd hakiminə elçi göndərir ki, bəs biz səndən müqavilə bağlayaqmı, ümumiyyətcə danışıqlar eləyək. Yazıq bu Şirvan Dərbənd hakimi də düşünür ki, yəqin ki, bunlar məndən ittifaq bağlayacaq. Ona görə də 10 nəfər göndərir. 10 nəfərin birini öldürürlər, 9-un vasitəsilə bunlar həmin o gizli yolu ələ keçirib gedirlər. Artıq Azərbaycanı tərk edirlər. Dərbənddən də çıxıb gedirlər. Testlərdə burada mənbə var. Bax, bu mənbəyə özünüz mütləq baxın. Bilirsiniz ki, mənbə sualları düşür. Bir dənə orada nəyi deyim sizə? Və məsəl üçün, buradan gedəndə 1223-cü ildə Qıpçaq türklərlə Kalka çayı sahilində bunların döyüşləri olur. Testlərdə, burada yox, ümumi tarixdə var, amma testlərdə düşdüyünə görə mən sizə bunu dedim. Monqollar Azərbaycanı nə vaxt tərk elədi? 1222-ci ildə. Gəlirik Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşünə. Nə vaxt olacaqdı? 1225-1231-ci illərə əhatə edilir. Kimdir bu Cəlaləddin? Cəlaləddinin hanı ərazisi? Deyirik ki, Cəlaləddin ərazisi Monqollar tərəfindən tutulur. Təbii ki, Cəlaləddin də baxır ki, hansı ərazidə biraz qarışıqlıqdır, zəiflikdir, dövləti müdafiə edə biləcək bir qüvvə yoxdur. Baxır ki, Azərbaycan biraz əvvəl Monqol yürüşlərindən ancaq canını qurtarıbdır. Hara gəlim? Azərbaycana. Baxın, gəlir Marağıya. Adam gəlir Marağıya, Marağanı tutur. Yox, bağışlayın, tutmur. Marağada bərpa işləri ilə məşğul olur. Bu bizimkilər də baxır ki, Təbrizdə bağışlayın, Monqollar indicə dağıtdığı ərazini bu Xarəzm qəşəng tutur, bərpa eləyir, düzəldir. Ona görə də maraqlı gəlir bunlara.
Və bundan sonra gəlirlər Cəlaləddin Marağanı qayıdaq yenə xəritəmizə. Cəlaləddin hara gəlmişdi? Marağıya gəlmişdi, bərpa işləri. Daha yürüş eləyəcəkdi Təbriz şəhərinə. Bu zaman Təbriz hansı dövlətin paytaxtı idi? Nə demişdik? Eldənizlərin paytaxtı idi, düzdür? Eldənizlərin yürüş eləyəndə Atabey Özbək xanı yenə qaçır, ikinci yürüş vardı Monqollarda, onu kimi. Yenə qaçır Naxçıvana, gedir Əlincə qalasına. 7 gün müddətində burada Təbriz deməli dağıdılır, tökülür. Ümumiyyətcə ən sonunda şəhər əyanları ilə saziş bağlayırlar. Bundan sonra artıq deməli Atabəylər dövləti 1136-cı ildə yaranmış Atabəylər dövlətinin varlığına 1225-ci ildə Xarəzmşah Cəlaləddin tərəfindən son qoyulur. Ondan sonra Xarəzmşah Cəlaləddin, baxın, Gəncəni tutacaqdır. Sonra gəlir Beyləqan, buranı tutur. Bundan sonra Bərdə, görürükmü? Bərdə və Şəmkir ərazilərini, baxın Gəncənin üstündə, Şəmkir ərazilərini tutur. Bundan sonra dediyimiz kimi Atabəylər süqut olunur. 1227-ci ildə Ağsunqurlar sülaləsi süqut edir. 1227-ci ildə Şirvanşahlar xərac verməklə Cəlaləddin hakimiyyətini qəbul etmiş olur. Ola bilər ki, məsələn, Monqollarla yürüşlərini müqayisə eləyəndə birinci yürüşlə Xarəzmşahları, məsələn, deyirik ki, Atabəylər orada var idi, artıq burada süqut etdi. Ağsunqurlar var idi, Xarəzmşah tərəfindən süqut olundu. Xarəzmşah Cəlaləddinin iqamətgahı Gəncədə idi. Adam buranın idarəsini özü burada olmur. Çıxıb gedir, verir Şərəf əl-Mülkə. Şərəf əl-Mülkü necə yadınızda saxlayasınız uşaqlar? Şərəf əl-Mülkü antonim olaraq yadınızda salasınız. Adam çox pis vergilərin toplanmasında özbaşınalıq eləyir. Ümumiyyətcə cəmaatla, Təbriz əhalisi ilə pis rəftar elədiyinə görə başlayır burada deməli Şərəf əl-Mülkə qarşı üsyanlar. Ən böyük, deməli çox ərazidə üsyan olur. O birinci böyükdən əvvəl deyək. Deməli Xoyda üsyan olacaqdır, sonra Mərənddə üsyan olur, ondan sonra Naxçıvanda üsyan olur. Amma ən böyük üsyan harda olur? 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə burada üsyan olur və Azərbaycanda nə olacaqdır? Bu üsyan göstərir ki, Xarəzmşah Cəlaləddinin Azərbaycanda qurduğu bu hakimiyyət möhkəm əsaslara sahib deyil və bu Cəlaləddin eşidir ki, artıq Monqolların ikinci yürüşü baş verir Azərbaycana. Buradan da üsyan yatırılmağına, amma Xarəzmşah burada qalırmı? Xeyr. Bax, 1231-də bir neçə iş görürük. Birinci növbədə nə görürük? Görürəm ki, Xarəzmşahın gedişini görürəm, düzdür? Sonra 1231-ci ildə Bəndərin üsyanını görürəm, düzdürmü? Bəndərin və sonda görəcəyik ki, Monqolların ikinci yürüşü. Monqolların ikinci yürüşünü harda görürəm mən? Görürəm mən deməli 1331-ci ildə. Monqolların Azərbaycana ilk yürüşü. Gəlirlər hansı ərazilər tuturlar? Tuturlar Rey şəhərini, Həmədan şəhərini və 1231-ci ildə bununla da Monqolların ikinci yürüşü başlayır. Kim başçılıq eləyəcəkdi? Çormaqon Noyon başçılıq eləyirdi. İkinci yürüşdə də uşaqlar Marağa, Təbriz tutulur. Təbriz niyə tutulur əslində ikinci yürüşdə? Biz yadımızdadırmı? Demişdik ki, birinci yürüşdə Təbriz 3 dəfə özünü dağıntıdan xilas etmişdi. Baxın, Şəmsəddin Tuğray vəfat eləyibdi. Ona görə də şəhər asanlıqla tutulmuşdu. Və bir də Monqolların ikinci yürüşündə bir məsələ var idi ki, Təbrizdən tutandan sonra başladı Təbrizdən sənətkarları köçürü. Baxın, sənətkarları köçürdü Qaraqoruma. Təbii ki, bu da nəyə səbəb olacaqdı? Azərbaycanda sənətkarlığın geriləməsinə gətirib çıxaracaqdı. Sonra, məsələn, 1235-ci ildə, bəli, burada var, 1235-ci ildə tutaqlar tuturlar Gəncəni, düzdürmü? Baxın, yadınızdamı? Birinci yürüş zamanı nə demişdim? Hansı şəhərlər dedim, işğaldan özünü qoruya bildim? Təbriz idi, düzdür? Bir hansı idi Gəncə? Tutulduğunu ikincidə, bəli, ikinci yürüş zamanı hər ikisini Monqollar tutur. Sonra Monqollar Gəncədən sonra uşaqlar və burada var, yaxınlaşdırın, bura baxaq. Deməli, Şəmkir, Tovuz, Beyləqan,
Sonra Şabran, Şamaxı, Bərdə şəhərlərini bir-bir tuturlar. Hətta orada deyir ki, Gəncəni tutandan sonra 4 il oranı elə xarabalığa çevirirlər. Monqolların ikinci yürüşü başlamışdı nə vaxt? 1231. Nə vaxt sona çatdı? 1339-cu ildə Monqolların Azərbaycana ikinci yürüşü başa çatdı. Uşaqlar, bundan sonra baxın 1239-56-cı illərdə Azərbaycan ali Monqol xaqanının canişinləri tərəfindən idarə olunmağa başladı. Ali Monqol xaqanının da burada canişini Arqun ağa idi. Bu Arqun ağa yaman biraz yerli pərəst idi. Monqollara daha çox gəlmə Monqollara imtiyazlar vermişdi. Monqollara daha çox hüquqlar verilirdi. Özümüzünkilərin hüquqları əlindən alınırdı falan. Hə buna görə də nə olur? Deyirik ki, hansı ki, bir də bu nəyi deyirik burada? Bizim bu yerlilərin imtiyazları əlindən aldı, sonra onlara bir icazə kağızı verildi. Baxın, yarlıq adlı bir icazə kağızı verdi ki, yəni bu tutaq ki, hansısa bir feodal, öz feodalımız öz ərazisini idarə etmək üçün mütləq şəkildə xandan, xaqandan icazə almalıdır. Çünki sabahları bunun yerini soruşanda ki, bu kimə məxsusdur? Bu da desin ki, nə desin? Desin ki, məsələn də mənə məxsusdur, xaqan tərəfindən almışam. Monqolların üçüncü yürüşü qalır. Onu da növbəti dərslərdə izah edərik. Bir dənə bir sual verəcəm. Ya mənim özümə, ya bura yazarsınız. Biz dedik ki, Ali Monqol xaqanının canişinləri tərəfindən idarə olunur. Nə vaxt? 1239-dan nə vaxta qədər? 1256-cı ilə qədər. Buna hakimiyyətli ili də deyirik də, Azərbaycanda fərqini. Bəs onda başqa hansı dövlətin vaxtında bizdə hakimiyyətli ili olub və bizim ərazilər bir müddət, baxın, suala baxın, bir müddət həmin o dövlətin canişinləri tərəfindən idarə olunmuşdur.